Astrologiya bu üç bürcə xoşbəxtlik vəd verir. Qeyd eləyək ki, mayın 24-dür və mayın bitməsinə az qalıb. Son bu bir həftənin ən şanslıları isə məhz bu bürcü nümayəndələri olacaq. Belə ki, kosmik enerji onlara həm ümid, həm də sevinç hiss eləmək şansı verəcək. Söhbət hansı bürclərdən gedir? Elə isə ekranlara yaxın əyləşin. Haqqında danışacağımız ilk bürcü nümayəndələri isə Şir bürcünün nümayəndələridir. Belə ki, Yupiter öz enerjisi ilə Şir bürcü insanlarını əhatə eləyəcək və demək olar ki, onlar həm qarşınızda yalnız yaxşılıq və işıq görəcəksiniz və bütün gücünüzü bu dövrdə izləyib lazımi addımları ata biləcəyinizi vəd eləyir. İkinci sırada isə ən şanslı bürc Tərəzi bürcüdür. Hazırki tranzit bir müddət davam edəcəyi üçün sizi bir çox şeylər gözləyir ki, bunlar da sizin üçün olduqca maraqlı bir yəni gözləntilərdir. Yupiter məhz əslində dekabr ayına qədər geriyə doğru getmir və buna görə də müsbət enerji ilə işləmək lazımdır. Qeyd edək ki, bu il demək olar ki, sizin üçün işləyəcək və üçüncü ən şanslı dönəmə girəcək bürc isə məhz Qoç bürcünün nümayəndələridir. Əminliklə yəni siz özünüz bilirsiniz ki, hər şey barədə düzgün qərar verirsiniz özünüz haqqınızda və artıq özünüzə qarşı da hansısa bir ağrınız və narahatlığınızı bölüşməyə ehtiyac qalmayacaq. Çünki belə bir şeylər olmayacaq deyək. Hətta vaxtınızı demək olar ki, bu cür negativ yönəlmiş hadisələrə sərf eləməyin, daha müsbət yəni enerjili işlərə yönəlsəniz yaxşı olar. Siz sevincə layiqsiniz və bu xoşbəxtliyi özünüzdə saxlamaq niyyətində də olun hər zaman. Qeyd edək ki, gündəm xəbər bu məlumatı Lentaza istinadən diqqətinizə çatdırdı.